Nəzər kimdir? Harda işləyir? $3500 iPhone misal üçün deyirəm, o da 3000 ala bilirsən. Bəs orada aylıq yaşam xərcləri necədir? Ödəniş eləmək üçün sən növbədə gözləməyə ehtiyac yoxdur. Gedirsən, vurursan barkodu. Sən niyə remote işləmək istədin? Daha çox pul yoxsa Azərbaycandakı hansısa bir iş mühiti sənin qane etmirdi? Mən necə birinci remote işimi tapdım. Əsas challenge orada. Aha. İçəri girəndə bizdəki o aqressiv mahnıları görə bilmirsən. Əgər həftə içidirsə, gecə vaxtıdırsa 2 saat yarım pulunu alırsan hər saata. Təhsil və inkişaf üçün Latviya hökuməti hər hansı bir insanlara dəstəyi varmı yoxsa necə? İctimai qınaq buradakı qədər deyil. Sənin Udemy kursunda var. Udemy kursunu çəkməkdə məqsəd nə idi? Gəllə bir həftə qaldı, sonra elə qurban olum sən ayrı. Universiteti bitirməlisən, ondan sonra işə girməlisən. Latviya seçimi necə oldu? Sən midsənsə deyirlər biraz da AI istifadə elə, başa juniora ehtiyac yoxdur falan. Burada daha çox stressli idin yoxsa orada? Evro alıb manat xərcləmək və ya dollar alıb manat xərcləmək çox sərf edir. Bəs bu AI-in bu sürətlə inkişafı səni narahat edirmi? Mən onu mitinqlərdə falan nəsə olanda söhbət edirəm falan, hamı deyir ki, necə biraz yavaşdır. Tələsən yerimiz yoxdur. Bəs Azərbaycan geri qayıtmaq istəyirsən yoxsa hal-hazırda orada? Salam dostlar, mən Mustafa Mustafayev. Bugünkü podkastımıza xoş gəlmisiniz. Bugünkü qonağım Latviyada yaşayan və senior software engineer vəzifəsində çalışan EPAM şirkətində təbii ki, Nəzər Paşazadədir. Xoş gəldin Nəzər. Dəvətimi qəbul edib gəldiyin üçün çox sağ ol. Bilirəm qısa müddətlik Azərbaycandasan. Mən də bu müddətdən istifadə etmək istədim. Belə. Özün haqqında bizə məlumat verə bilərsən? Nəzər kimdir? Harda işləyir? İlk öncə təşəkkür edirəm dəvətin üçün. Ortalama 6 ildən çox təcrübəyə sahibəm IT sahəsində. İşlədiyim bir çox yerli və qlobal şirkətlər olub. Yerli şirkətlər, çox böyük şirkətlər olmayıb. Hətta deyədimiz korporativlər olmayıb. Amma qlobal şirkətdə işlədiyim hər biri korporativ şirkətlər olub. Grid Dynamics şirkəti var. Remote olaraq Azərbaycandan çalışırdım. Daha sonra Accenture şirkətinə keçdim. 2 il yarım orada işləyəndən sonra da EPAM şirkətindən dəvət alıb ora keçdim. İşlətdiyim stack əsasən React və Node.js-dir, JavaScript ekosistemidir. Sən hal-hazırda Latviyada çalışırsan, doğrudur? Latviya seçimin necə oldu? Spontan idi yoxsa planlı idi? Yox, heç nə planlı deyildi. Əslində Avropaya köçməyi düşünürdüm. Elə bir şans olsa köçüm, amma konkret bir ölkə yox idi ağlımda. Çünki elə bir araşdırma eləməmişdim dərindən. Təsadüf necə oldu? Bir dostum var, mənlə bir eyni şirkətdə işləyirdik və o əvvəl Rigada oxumuşdu. Accenture şirkətində SQL developer olaraq bootcampda iştirak eləmişdi. O mənə link atdı ki, bəs bizim şirkətdə, əvvəl işlədiyim şirkətdə belə bir vakansiya var. Senior software engineer axtarırlar Node.js üzrə və relocate edirlər Latviyaya. Mən dedim, nə gözəl. Belə bir şey axtarırdım, amma ölkəni araşdırmamışdım hələ ki. Baxdım, gördüm maraqlı təklifdir. Girdim intervyularına və 4 mərhələdə intervyu oldu. Birinci mərhələ adi rekruter intervyudur. Yarım saat söhbət edirsən, səni tanımaq istəyirlər, görün normal adamsan yoxsa yox. İkinci mərhələ texnik intervyudur. 1 saat yarım oldu. Üçüncü oldu biraz architectural. Tam architectural deyildi, daha doğrusu bir adi söhbət oldu. Sadəcə IT menecerlə belə deyək. Ondan sonra da bir də başqa bir menecer var idi. 4-cü mərhələdə onunla intervyu oldu və beləcə dəvət aldım. Və dəvət alanda 2 dənə əsas kriteriya var idi orada. Ya blue cardla köçə bilirsən, ya da adi oturumla. Adi oturumla köçmək ən asanıdır. 1-3 ay arası vaxt alır. Blue card Avropanın bir növ green card kimi bir şeydir. Adi oturumdan bəzi üstünlükləri var. Məsələn, yoldaşını aparsan, avtomatik iş vizası verilir. İşsiz qalsan 3 ay səhv eləmirəmsə sənə vaxt verir ki, yeni iş tapasan. Adi oturumda 10 gündür ya da 1 aydır. Belə avantajları var. Blue card 6 aya qədər verilir. 3 aydan 6 aya, adi oturumda 1 aydan 3 aya qədər. Blue card seçdim, 6 ay gözlədim. Təbii ki, sənədləri falan düzəltdik. Ondan sonra relocate edildilər. Bu etapda sən remote işləyirdin onlarla yoxsa 6 ay onlar sən gözlədin? Bu etapda açığın elinizə baş vermişdi deyim sizə. Azərbaycanda işlədiyim vaxtda Morpo deyə bir şirkətdə işləyirdim, balaca bir agentlik idi. Orada yaxşı bir komandamız var idi. Və orada işlədiyim müddətdə remote iş axtarırdım. Remote iş tapmaq üçün ingilis dilim yox idi. 4 ay, 5 ay intensiv olaraq çalışıb ingilis dilini düzəltdim, bir formaya saldım və 4 ayın sonunda remote iş tapdım. Bir 6-7 ay bu remote işdə işləyəndən sonra Accenture məsələsi başladı. Yəni Accenture-ə başlayanda artıq 5-6 ayda remote şəkildə işləyirəm Grid Dynamics şirkətində. Bu formada remote işlədim, bir növ biraz pul yığdım. Ondan sonra getdim. Çünki relocate eləmək istəyən adamların düşünürəm ki, biraz
maddi olaraq ciblərində pul olsa yaxşıdır ki, gedirsən ilk 1-2 ay bilmirsən necə olacaq. İndi mənim sənə bir sualım var ki, sən niyə remote işləmək istədin? Bu pul daha çox pul yoxsa Azərbaycandakı hansısa bir iş mühiti səni qane etmirdi? Birinci məsələ elə iş mühitidir. Məsələn, Responsibility Accenture-ın özü olsun və ya Grid Dynamics olsun, buradakı qədər deyil və sənin özünə inkişafına ayıracaq vaxtın daha çox qalır. Ən sadə olaraq səbəblərdən biri budur. Azərbaycanda olmadı amma. Mənim işlədiyim şirkətlərdə olmur. Təbii ki, indi iqtisadi bir şirkət ola bilər ki, olsun. Mənim bildiyim qədərilə çox şirkətlər iş yükü daha çoxdur ona görə. İş yükü daha çoxdur və düşünürəm ki, sadəcə işləməklə özünü inkişaf etmək biraz çətindir. Eyni anda işin ən azı düşünürəm ki, bir hissəsini, 1 saatını və ya 2 saatını gün ərzində ən azından öz inkişafına ayırmalısan. Bəli. Mənim işlədiyim yerdə ilə bağlı deyil də. Yəni insan özün inkişaf etdirmək üçün müəyyən bir vaxt olmalıdır. Bəlkə də günün bir 6 saat ola bilər, 5 saat ola bilər ki, burada idman edə bilər, kitab oxuya bilər və digər şeylər. Bu düşünürəm bizdə biraz çətin olur. Biraz work-life balansı qoruya bilmirik. Qoruya bilmirik. Məsələn, Latviyada mən Accenture-da işləyəndə saat 6-dan o tərəfə ümumiyyətlə işləməmişəm indiyə qədər. İşlədiyim 1-2 dənə case olub, xüsusi hallar. Onda da əgər həftə içidirsə, overtime 2 saatın pulunu alırsan. Həftə içi deyilsə, əgər həftə içidirsə, gecə vaxtıdırsa 2 saat yarımın pulunu alırsan hər saata. Vacation günü səndən işləmək istəyirlərsə 3 saat yarımın pulunu alırsan. Latviyaya köçdün. Latviyada ilk nə etdin? Artıq ev var idi orada qalmağa, yoxsa evmi tapdın? Oradakı ev qiymətləri necədir? Okay. İlk gedəndə rastlaşdığınız nə olur həmişə? Birinci problem ev tapmaq və sənəd məsələləri olur. Bizdə şirkət xüsusi bir vəkil deyim ona, relocation specialist sənə təyin edir. Bu adam sənin ev tapmaq məsələni də həll edir. Təbii ki, onu tapmaya da bilərsən, özün tapa bilərsən. Əgər tanışların varsa ki, o daha yaxşıdır. Çünki onların tapdığı ev çox vaxt bizim dildə desə makler əli ilə tapırlar. O da biraz baha başa gəlir. Məsələn 400 evi 500-600-ə tapırsan məsəl üçün. Makler əli ilə tapanda 400 ev məsələn 500-600-ə gəlir çıxır. Bu məsləhət deyil. Çünki onların tapdığı evlər çox vaxt o qədər də yaxşı olmur. Məsləhət görürəm ki, tanış varsa onun əli ilə tapasın ilk öncə getməmişdən əvvəl. Birinci məsələ budur. İkinci məsələ də sənəd üzrə işləri. Həm getməmişdən əvvəl burada hazırlanmalı olan sənədlər çoxdur. Məsələn 3-4 ay arası təkcə sənin sənədlər hazırlamanı çəkir. Sənədlər apostil vurursan, notarial təsdiq elətdirirsən, əgər yoldaşını aparırsansa onun da ayrıca sənədləri düzəlməlidir və s. Sonra adi nikah kağızının misal üçün apostili alır 15 gün. Təzədən apostilini götürsən, bir də təzədən kopyasını versən, apostil 15 gündə o çəkir. Bu formada proses uzanır. Ona görə məsləhətdir ki, ilk öncə çalışasınız sənədləri ən tez şəkildə başlayasınız, əgər belə bir şey baş verirsə. Bir sənədlərdir, ikinci evdir mən çox rastlaşdığım, üçüncü də dillə bağlı probleminiz varsa dil bariyeridir ki, onu yaxşı olar ki, çox yaxşı səviyyəyə gətirib sonra gedəsiniz. Orada bəs evlər necə? Ev tapmaq asandır, ilkin variantda depozit istəyirlər, yoxsa necə? Bütün evlərdə minimum normal görünüşdə evlər istəyirsənsə, çox belə tələbə üçün bir evdirsə, məsəl üçün 300-400 evro olub bir evdirsə, çox da bir şey istəmirlər. Amma çox vaxt yuxarı məbləğli bir evdirsə, minimum 500 evro depozit ilə security depozit. O security depozitlə nə olur? Məsələn, 1 il qalasınızsa, 1 ilin sonuncu ayın ödəniş olaraq çıxarılır. Yəni o itmir o pul. Sadəcə 1 il orada qalsan, əgər sənə qayıdır, qalmasan, o ödəniş batır və yaxud evdən çıxanda nəyisə dağıtmısansa, sındırmısansa, onun əvəzini hesablanır. Bəs orada bir otaqlı və ya 2 otaqlı, belə də 2 nəfər ailənin yaşayacağı bir evin qiyməti nə qədərdir? Əgər ailə ilə gedirsinizsə, ev qiymətləri başlayır 600-700 evrodan. Əgər ailə ilə qalasınızsa, şəhər mərkəzində yoxsa ətraflarda? Açıq mərkəz o qədər də yaxşı yer tapmaq baha olur. Birincisi baha olur, ikincisi də o qədər də ehtiyac yox. Çünki Riga çox balaca yerdir. Yəni şəhərin bu başına o başına yarım saat 40 dəqiqə gedirsən. Bakıdan da balacadır. Bakıdan balacadır. Riganın özündən danışırıqsa, Riganın özü balacadır. Başqa şəhərlər var, bəlkə onlar böyük ola bilər, onu deyə bilmərəm. Mərkəzdə, məsələn, mərkəzi 2 yerə bölən bir dənə çay var. Qaudava çayı səfərəm, adını dəqiq bilmirəm. Təzə yadımdan çıxıb. O çayın bu tərəfində qiymətlər daha bahadır. Hansı ki, məsələn, Targovun olduğu tərəf misal üçün. Digər tərəfdə qiymətlər daha ucuzdur. Maşının varsa, digər tərəfdə yaşayıb oradan gəlib getmək çox daha sərf edir. Başa düşdüm. Bəs orada aylıq yaşam xərcləri necədir? Məsələn, developer maaşlarından danışa bilərsən? İlk öncə onu deyim ki, ev məsələləri danışdığın, ev məsələləri orada problem nədir? Kommunallar çox yüksək. Məsələn, 500 evro ev tutursansa, onun 300 evrosunu kommunala verirsən. Əlavə 300 evro. Bu da edir 800 evro.
Yəni enerji Qaz bahadır. Qaz qiymətləri bahadır və Rusiya söhbətlərindən sonra biraz da qalxdı qiymətlər və bu yaxınlarda da ümumiyyətlə bir çox kommunalın qiyməti qalxıb. Bəs maaşlar necədir orada? Maaşlar aşağı yuxarı Azərbaycandakının evro variantını fikirləş. Biz Azərbaycandakının birəbir çox yüksək maaş olsa ola bilər ki, evro qarşılığını ala bilməyəsən, amma ortalama senior maaşları məsələn burada 3000 alırsansa, burada 3000 alırsın. Sadəcə evro alarsan. Amma orada market qiymətləri olsun, digər yaşam xərcləri olsun daha aşağıdır, yoxsa necə? İstər-istəməz evronun olan ölkədir deyə xərclər yüksəkdir, amma məsəl üçün brend şeylər daha ucuzdur. Mən deyərdim Azərbaycanda. Məsələn, iPhone-un özü burada 3500 dollar iPhone misal üçün deyirəm, o 3000 ala bilirsən. Və yaxud brend şeylər daha ucuzdur, amma gündəlik istifadə etdiyimiz şeylər düşünürəm ki, evronun olduğuna görə bizə baha gəlir. Bəs belə bir nəfər təsəvvürlə Latviyada yaşayır. Yəni kirayə pul nəzərə almıram da, 500 avroluk bir şey yerdə qalır. Yəni ümumi restoran olsun, digər xərcləri olsun, təxmin nə qədər olsa bu adam burada yaşaya bilər? İlk vaxtlarda da. Hə, təbii ki, ilk başlarda çox da lüks yaşaya bilmirsən, çünki biraz maddiyyat yol vermir. Yaxşı maaşlı bir işə relocate olmusansa o başqa məsələ, amma tələbə kimi gəlmisənsə və yaxud çünki relocate edən şirkətlər çox da yüksək maaş vermirlər, çünki onların elə əsas benefitləri relocate eləməkdir bir növ. Düşün ki, 700-800 evə düşün, ən ortalama deyək də. Daha yüksək ola bilər təbii ki. Daha sonra 30 evro ayda ictimai nəqliyyata versən, 30 evro limitsiz ictimai nəqliyyat istifadə edə bilirsən. Tələbəsən 10 evrodur bu. Tələbə kartı ilə və yaxud bir çox yerlər var. Bizə bunlardan danış. 30 evro var, limitsiz tramvaydır, troleybusudur, bu kimi şeylər istifadə edə bilirsən. İctimai nəqliyyat nə varsa hamısı aiddir ona. Bəs maaşdan vergi sistemi necə olur? Maaşlara nə qədər vergi tutulur? Vergilərimiz 23%-dir. Məsələn, bizə də az 5000 alırsansa, tutalım 5000 gross alırsansa, oradan sənə çatır 4300. Sonra 3300, 3200 belə bir şey gəlir çatır. Bu bizdə də bu yeni ildən artıq vergilər olacaq yəqin bilmirəm baxmısan ya yox. Amma bizdə maaşlara görə də 2500-ə qədər daha fərqli, 2500-dən daha fərqli. Orada o yoxdur heç. Burada yəni standart nə alırsan al 23% vergi verirsən. Əgər əmək kitabçan varsa gedib onu açdırırsan, işləyən hər bir adam açsa bilir. Onu açsan da düşür 20%. Sən o vergi işlərini şirkət özü mü edir, yoxsa necə? Yəni sənin kartına ödəniş köçəndə sırf 20% çıxılmış köçür. Tam net köçür. Tam net. Məsələn 5000 alsansa atıram 3300 köçür və ya 10000 alırsansa 7000 köçür net. Həsər heç nə vermirsən. O 20% vergi verirsən, o 20%-in qarşılığını gündəlik həyatda görürsən, yoxsa deyirsən ki, yəni al bu qədər vergi al. Çox da belə bir təsirini görməmişəm açığı. Bəlkə gələcəkdə hardasa bir yerdə təsir edir, amma hələ heç çox da bir fərqini görməmişəm da. Deyim ki, bu mənə dala qayıtdı bu formada. Sən Azərbaycanda da işləmirsən, indi də orada işləyirsən. Bəs aradakı fərqlər necədir iş mühitlərində ən çox? Düzdür, bundan əvvəl dedin work-life balans məsələsi, amma daha detallı səndən fikirlərin olsun. Əsas nədir fərq? Dediyim kimi, birinci work-life balans məsələsidir. İkinci məsələ mənim stəkim məsələn Azərbaycanda Node.js çox az şirkət işlədən şirkətlərdə xırda şirkətlərdir. Mən gəlib o şirkətlərdən böyük maaş istəsəm mən verməyəcəklər. Sən əcdaha ol, fərqi yox. 100%. Yəni məsələn sən deyək ki, arxitektsən Node.js-də, gəlib Azərbaycandan şirkət sənə Node.js arxitektin həqiqətən aldığı maaşı verəcək, verməyəcək. İkinci səbəbi odur getməyimin. Üçüncü səbəb düşünürəm ki, Azərbaycanda rəqabət çox daha yüksəkdir. Məsələn, Java kimi, C# kimi sahələrdə çox daha yüksək rəqabət var. Nəinki digər xarici ölkələrdə. Mənim gördüyüm bu da ən azından Java-da. Üzrsən burada demək istəyirsən ki, məsələn, tutaq ki, Azərbaycanda bir nəfərin Java ilə iş tapması daha çətindir. Çünki daha çox adam var, az iş və rəqabət. Məsələn, sən normalda düşünürük ki, məsələn, senior olanda iş tapma ehtimalı daha çox olur, amma elə deyil. Məsələn, burada Azərbaycanda mən senior leveldə Java bilib daha yüksək maaş ala bilməyən adamlar çox tanıyıram ki, hansı ki, ala bilər, o potensial var onda, amma iş yerləri o qədər tələb təklif. Tələb təklif. Tələb təklifi o qədər artıb ki, artıq uyğunluq alınmır da bir növ. Həm də belə bir şey də var ki, hal-hazırda bu vergi sistemi olsun, digər məsələlər, bu iqtisadi çətinliklərə görə mən düşünürəm ki, məsələn 2016, 2017, 2018-də mən görürdüm ki, kiçik də olsa şirkətlər var idi və həmin şirkətlər nə rolunu oynayırdı mənə görə. Məsələn, mən tələbə vaxtı o şirkətlərdə işləyirdim və təcrübə toplayırdım və mənim kimi nə qədər insan var idi. Amma hal-hazırda demək olar ki, IT sektoru bankların üzərində qurulub və belə deyək də dövlət qurumlarının üzərində qurulub. Hər bir dövlət qurumu öz içərisində belə deyək də rəqəmsal bir
həll bir şey açır. Hərəsi öz problemini həll edir özü axı. Eynən. Artıq digər şirkətlərə ehtiyac qalmır. Bu da ya banka daxil olmasın, ya da belə dövlət qurumuna daxil olmasın. Özəl şirkətlər mən həqiqətən də görürəm. Yaralı yerə toxunursan. Özəl şirkətlər həqiqətən çox az qalır. 1-2 dənəsi qalıb. Onlar da görürəm ki, Facebookda bir nəsə yazmaq istəyir, pul satırlar. Nə bilim biz də yazarıq. Yəni əslində şirkət elə olmalı deyil də, yəni. O da məcburiyyətdən. Maraqlı nöqtəyə toxundun. Bir də bir şey deyim sənə. Məsələn deyirsən ki, orada əsas fərq nədir? Digər fərqlərdən biri flexibility-dir. Ümumiyyətlə həyatda qarşılaşdığın işi qoydun bir tərəfə. İşdən əlavə məsələn çox primitiv şeylər var ki, hansı ki həyatı asanlaşdırır. Məsələn biri primitiv car sharing-dir. Yəqin ki bilirsən də. Bəli. Daha sonra kassirsiz mağazalardır. Yəni ödəniş eləmək üçün sən növbədə gözləməyə ehtiyac yoxdur. Gedirsən, vurursan barkodu, hətta balaca bir aparat var, onu götürə bilirsən. Özün səbətə qoyduqsa vurursan aparata. Hələ bu Avropanın bir dəfə əsasın ən kiçik və düzdür Baltikin böyük şəhəridir Riga, amma ümumi olaraq çox xırda bir ölkədə, yəni bir şey ki 1,9 milyon özün biraz öncə dedin, o qədər əhalisi var. Yəni belə xırda şeylər var ki, hansı həyatı çox sadələşdirir. Bir də əsas gördüyüm fərq nədir? İctimai qınaq burdakı qədər deyil. Biraz dərinə, yaralı nöqtəyə toxunu biraz. Necədir? Məsələn, yəni tutalım. Bir qadınsan və yaxud bir kişisən fərqi yoxdur. Ağlıva əsəni eləyə bilirsən çox rahatlıqla ki. Burada belə normal, bir şey demək istəyirəm. Burada normal yolda yeriyəndə insan fikirləşir ki, mən nə deyəcəklərinə baxacaqlar. Atdığın hər addımda, yəni olur bəzən deyirlər ki, mən heç kəsin fikri maraqlı deyil. Amma mən ona inanmıram da, boş şeydir. Əgər sən bu cəmiyyətdə qalırsansa, istər-istəməz o şey olur da. Yəni belə. Sən o halda ola bilər ya anası atası xarici bir vətəndaşdır falan. Oradan keçə bilər qanla ki, vecimə deyil amma. Hə, yəni normalda gördüyüm nədir? Sadə bir nümunə deyim sənə. Məsələn, mən məşq edirəm, indi də 3 ildən çoxdur da. Gedən gündən sadəcə fiziki aktivliyim qalsın deyə gedirəm məşqə. Yoxsa belə idman eləyib idmançı olmaq kimi bir hədəfim yoxdur. Və qarşılaşdığım səhnə nədir? Məsələn, girirsən, deyək ki, bir fitnessə. İçəri girəndə bizdəki o aqressiv mahnıları görə bilmirsən. Bizdəki mahnılar necədir? Yəni dağıdaram, öldürərəm, vuraram. Biraz o şeyi sənə şey eləyir, necə deyirlər? Yedizdirir beyninə. Hər gün bir 20 dənə mahnı dayanmadan təkrar edir. Orada məsələn mən aqressiv mahnı görməmişəm məşqlərdə, fitnesslərdə. Daha slow. Yəni çox redki görürsən ki, aqressiv mahnı belə publik bir yerdə qoyulur. Kimsə istəyirsə naşıq taxır qulağına öz işidir, amma belə publikdə aqressiv mahnılar falan yoxdur deyə istəsəmiz insanın şüuruna təsir edir. Düşünürəm ki, bizdəki o aqressivlik bir növdə bəlkə də belə xırda şeylərdən qaynaqlanır. Neçə ildir orada yaşayırsan? 3 ildən çoxdur. 3 ildən çoxdur. Bakıya da qayıdırsan da yəqin müəyyən vaxtlarda. İldə bir dəfə gəlirəm, bir dəfə. Gələndə nə düşünürsən? Yəni dəyişibmi, dəyişirmi? Yaxşıya doğru dəyişir təbii ki. Yaxşı şeylər də var, pis şeylər də var. Də. Bir həftəlik qonaq gəlirsən deyə. Əslində nə deyimsə, mən həmişə orada söhbət edəndə dostlarımla Azərbaycana gələndə deyirlər ki, Azərbaycana getmək üçün ürəyimiz partlayır. Gedək Azərbaycana. Gəlirlər bir həftə qalırlar, sonra elə qurban olum sənə ayrıca. Gündəlik həyatında səni resetləyən şey nədir? Yəqin ki, idman olacaq. Başqa nələr var? 100%. Biraz bəlkə də insanlara maraqlı olmaz, amma ideya olaraq deyə bilərəm ki, mən həmişə istifadə etdiyim variant nədir? Çox görürəm ki, beynim yorulub. Bizdə məşqlər zaten limitsiz olur, həftə 7-24 gedə bilirsən. Və orada nə var? Bizdə bütün məşqlərdə, fitnesslərdə, orada mən getdiklərimdə içində sauna var. Məşq, sauna, soyuq duş, o üçün səni tamam resetləyir. O mən də istəməz. Çox sadə bir şeydir. Yəni bunun üçün sən idmançı olmağına ehtiyac yoxdur eləmək üçün. İstənilən adam gedib eləyə bilir və çox gözəl resetləyir. Belə deyək də, sən burada daha çox stresli idin, yoxsa orada? Yəni ümumi gündəlik, yoxsa stressdən stresə dəyişir. Buradakı stres nəyin stresi olur? İnsana da gördüyümü deyirsən, yoxsa öz üstlərimdə? Özümün. Bəzən olur, düz mən çox da belə bəzən olur məndə də, amma belə şey olaraq çox stresli bir insan deyiləm. Amma olur ki, ətrafımda 10 adamdan 8-i gündəlik həyatda streslidir. Bu işlə ola bilər, şəxsi ola bilər. Ümumi stres var da, bir şəhərdə ümumiyyətlə bir şeysən, stres var. Sən orada necədir? Mən düşünürəm ümumi olaraq millət olaraq çox tələskən millətik. O da qınamıram. Hər çörək qazanmanın dərdindən hər öz iş yerinə tələsir, hər bir yerə tələsir. Ona görə o tələskinlik bizi stresə salır, belə düşünürəm. Rigada o tələskinliyi mən görməmişəm. Mən hətta bu dəqiqə mənim canımda da var. Söz danışırdım, mən fikir verirsən, yoxsa sürətli danışmağa çalışıram. Elə bir harasa tələsirəm, özüm də fərqində olmuram. Mən onu mitinqlərdə falan nəsə olanda söhbət edirəm falan. Hamı deyir ki, necə biz yavaş da. Tələsən yerimiz yox. Baxıram ki, o mənə şuuraltı gördüyüm o environmentdan gələn bir şeydir ki, biraz tələsməyə çalışıram. Ligada məsələn onu görməmişəm.
Növbəti etaplarda digər ölkələrə keçmək fikrin var, yoxsa hələ ki Riqada yaşamaq istəyirsən? Ən azından 5 il yaşayıb daimi oturma almaq istəyirəm ki, sənəd məsələləri rahat olsun. Bir dənə vəsiqənin gedib gələ bilim. Daimi indi də gedib gələ bilirsən, yoxsa yox? İndi gedirəm vəsiqənin, sadəcə oturma 1 illikdir də. Bu dəqiqəki 2 illikdir, amma normalda 1 ildən 2 ildən gedib yeniləmək məcburiyyətində qalırsan. Amma sən digər Avropa ölkələrinə rahat gedə bilirsən. İstəmirəm ki, gedə bilirsən. Avropanın Schengen ərazisində olan ölkələr. Gedirsən, istifadə edirsən bundan, yoxsa çox vaxt olmur? Getmişəm, açıq 5-6 ölkə getmişəm, amma daha ucuz başa gəlir hansı ki, Azərbaycandan getmək doğrudur. Başa gəlir. Çünki Riqa özü elə bir yerdədir ki, Avropanın istənilən yerinə getmək düz ortadadır. Flexbusla da gedə bilirsən, amma təyyarə qiymətləridir. Məsələn, 15 evroya Riqadan Svidna getmişəm. 15 evro. 15 evro. Məsələn, 20 evroya Norveçə getdiyim olub. O da bilsən nə ilə bağlı söz kəsirəm. Ryanair hava yolları var. Avropa daxil işləyir deyə Ryanairdən çox ucuz qiymətə getmək olur. Düzdür, istədiyin vaxtda tapa bilməsən o qiyməti, amma onların sənə təklif etdiyi vaxtları dəyərləndirə bilirsən. Məsələn, deyirlər ki, ən ucuz gələn ay Viyanaya 35 evroya bilet var. Onun istədiyi vaxt sənə uyğun gəlsə, əgər həmin vaxtda gedə bilsən, 35 evrodan yayılana bilirsən. Amma o demək deyil ki, istənilən vaxtda 35 evroya gedə bilirsən. Sadəcə təkliflər olur, onları dəyərləndirirsən. Biz səninlə söhbətlərimizdə EVS sertifikatının olduğunu da bəhs eləmişdin. Bu EVS sertifikatını necə aldın, proses necə oldu və maraqlı bir nüans da demişdin. Demişdin ki, onu aldım, amma çox da istifadə etmədim. Deyə bilərsən bu barədə? Deməli, AWS sertifikatının nə olduğunu təxminən çox adam bilir. Bu sertifikatı almaq mənə nə də lazım idi ilk növbədə. Accenture-da işlədiyim vaxtda, Accenture-da seniordan team leader qalxmaq üçün bir neçə requirementlər var. Biri odur ki, Associate Developer ya da Solution Architect sertifikatını almalısan. Bu AWS olmaya da bilər. Eyni şeyin alternativini Azure-da da ala bilərsən və ya Google Cloud-da da ala bilərsən. Bir bu olmalıdır. İkinci işdən əlavə olaraq contributionların falan olmalı idi. Belə requirementlər var idi. Onlardan biri bu idi deyə şirkət hər şeyi qarşılayırdı. Hətta 2 dəfə imtahana girib kəsilsən belə okey idi. Mən dedim, niyə də yox? Vaxtım var, oturum hazırlaşım. Oturdum, hazırlaşdım. Düzdür, biraz çox vaxtım aldı. 1-2 ay, 3 ay ən azından aldı. Nisbətən practitioner nisbətən biraz daha çətindir o. Amma belə valibi sertifikat deyil də, hamı ala bilər. O sertifikatı almanın əsas səbəbi o idi. Həm də AWS-in öz servisləri, mən bir neçəsini bilirdim, amma hamısını bilmirdim. Düşünürdüm ki, daha dərindən bilsəm mənə gələcəkdə kömək ola bilər falan. Kömək oldu, harda oldu deyim sənə. Kömək oldu, məsələn, EPAM-a işə girəndə. Bu arada Accenture-də alandan sonra olmadım. Vəzifə artımı olmadı, ona görə elə şirkəti dəyişməli oldum. Və EPAM-a işə girəndə də o sertifikat məndə var idi deyə daha yuxarı maaş istəyə bildim. Mən normalda verdikləri maaşdan biraz da üstü mən istəyə bilərəm ona görə. Çünki EPAM və Accenture kimi şirkətlər, client-based şirkətlərdir. Onlar səni alır, satır başqa şirkətə. Məsələn, Accenture-da mənim işlədiyim 2 dənə proyekt var idi. Biri Commerzbank idi, Germaniya bankı, biri də İrlandiya dövlətinin dövlət sığortası idi. Və bu şirkətlərə, əslində bu client dediyim özü bir şirkətdir. Bu şirkətlərə səni satanda sənin nəyin var, onun əsasına satırlar. Sertifikatlarını birbaşa pula təsir edir, səni neçə satırlar. Və ya başqa kriteriyalardır, illərdir və s. Məsələn, EPAM da mənim indi bu sertifikat var deyə nisbətən daha yaxşı qiymətə qarşı tərəfə sata bilir deyə mən də daha yaxşı oradan maaş ala bilirəm. Düz məntiq. Bir dənə də AI ilə bağlı sənin işlərin var. Bu hansı işlərdir? Öz məhsulundur, yoxsa startup? Özüm yox, özüm məhsulumu yaratmamışam. Açıq, ağlımda kreativ bir ideya yoxdur deyə yaratmamışam. Amma belə ağlıma nələrsə gəlir, gedir arada. Bu dəqiqə işlədiyimiz proyekt bu dəqiqə AI ilə bağlıdır. Gördüyümüz iş nədir? Deməli, bir klientlə işləyir, EPAM-ın klienti də adını çəkməyəcəm. Onlar top şirkətlərin veb saytlarına, məsələn, Amazon, Trendyol, Zalando bu kimi veb saytlardan reportları çəkirlər, produktların məlumatlarını çəkirlər, scrape edirlər, web scraping deyirlər ona. Onları öz bazalarına yerləşdirirlər, öz veb saytlarına göstərirlər. Gördükləri iş bundan ibarətdir. Və 200 dənə bu formada platforma var ki, böyük platformalar oralardan web scraping eləyib məlumat çəkirlər. İndi problem orada çıxır ki, web scraping nə üzərindən baş verir? HTML üzərindən. Və HTML-də bir dənə xırda bir class name dəyişsə, bütün o 2000-3000 sətirli skript işləmir. İndi hər gün ən azı bir neçə dənəsində bu proses baş verir. 200 dənə veb saytın ən azı bir neçə dənəsində belə bir proses baş verir və development team məcbur qalır ki, bunu özü araşdırsın, tapsın, həll eləsin. Biz EPAM olaraq belə bir solution təklif edirik ki, biz sizə AI solution veririk. Bu AI solution baxır, sənin skriptlərini review eləyir, məsələn, gündə bir dəfə və orada əgər nəsə fail olan bir şey varsa, onu analiz eləyir, tapır, failure snapshotla successful snapshotu compare eləyir, başa düşür ki, nədir orada səhv.
Özü fix eləyir, pull request yaradır, merge eləyir. Özü hər şey eləyir, sən heç nə eləmirsən. Bu third party API-lərdən istifadə edirik, yoxsa sıfırdan? İstifadə elədim ki, sıfırdan özümüz yazmırıq. Trinity AI var. Azur'un təklif etdiyi bir AI solutiondur. Arkada GPT modelləri istifadə edir. ChatGPT-nin 4 modelini səhv etmirəmsə istifadə edir indi. Onu istifadə edirik. AI demişkən AI-nin bir iki sual vermək istərdim. AI-ın işinə təsiri necədir? Yəni sənə görə sırf öz işindən bəhs edirəm. Yaxşı təsirləyir yoxsa necə? Yəni bu barədə danışa bilərsən? Bu dəqiqə elə AI ilə işləyirəm deyə demək olar ki, özüm Puppeteer deyə bir JavaScript framework var. Onu istifadə edirik bu web scraping eləmək üçün və orada mən bir sətir kod özümdən yazmamışam. Çünki ehtiyac yoxdur. Zaten bizim solutionumuz AI solution. Mən özümə kod yazacaqdımsa o solutionun bir mənası qalmır. Yəni orada məsələn istifadə edirəm, kursor istifadə eləmişəm, daha sonra Copilot istifadə edirəm aktiv şəkildə. Belə deyək də, gündəlik layihələrində olsun, yenə də istifadə edirəm onlardan. Bəs burada mənim də ağlımda olan bir iki sual var ki, səncə əvvəlki nisbətən bu developerların biraz daha zəifləməsinə gətirib çıxarmırmı? Yəni necə? Biraz passivləşdirir. Passivləşdirir. Yəni əvvəl biz tutaq ki bir kod yazırdıq. O kodu yazanda çətinliklər olurdu. Biz gedirdik Google-da araşdırırdıq. O problem qalırdı. Onun digər şeyləri öyrənə gedirdi. Amma indi hər hansı bir problem çıxanda AI onu həll eləyir. Yaxşı olar ki, o da ki mən inanmıram ki, hamı eləsin. Özün də araşdırasan. Tamam bu AI həll elədi, problemi fix elədim. Amma ki özün də araşdırasan bu problem hardan çıxdı və s. Sən nə düşünürsən bu barədə? Yeni bir şeylə öyrənəndə istifadə etdiyiniz metodlar nə idi? Məsələn, bir Stack Overflow saatlarla scroll eləməkdir. Sizin bunu eləmək bizə nə qatır tutalım. İnsanların düz fikirlərini öyrənirdin oradan, o başqa məsələ. Amma çox vaxt alırdı. Məsələn 2 saat, 3 saatlıq prosesi indi 5 dəqiqə salıbsa, mən düşünürəm ki, bu bizə çox da minus deyil bu cəhətdən. Amma yeni bir şey, yeni bir solution, məsələn, yeni bir şey şirkət sənə deyib tətbiq etməlisən, heç bilmədiyin bir şeydir. Bunu sıfırdan AI ilə öyrənib və AI-ın sənə verdiyi ilə kifayətlənirsənsə, bəli, bu səni passivləşdirir. Amma yox, gündəlik gördüyün işləri avtomatlaşdırırsansa, mən düşünürəm ki, məsələn, hər gün mən standart test yazamsa, unit test. Bunu yazmışam da mən 3 ildir bunu yazıram. Eyni unit testi yazdıqsa mənə çox da bir dəyər qatmır bu dəqiqə. Düşünürəm, bu prosesləri mən AI ilə edirəm. Və yaxud yeni bir şey öyrənəndə çalışıram birinci dokumentasiyasına baxım, müəyyən bir fikir formalaşsın. Ondan sonra nəsə qaranlıq bir qalan məqamlar varsa, onları gəlib AI ilə discussion edə bilərəm. Bu formada edirəm daha çox. Sən hal-hazırda software engineer kimi çalışırsan, amma front tərəfi daha doğrudur yoxsa bizdə necədir vəziyyət? Ümumiyyətlə qlobal şirkətlərdə mənim gördüyüm son vaxtlar, xüsusilə client based şirkətlərdə front back-end anlayışları artıq biraz mix olub. Yəni konkret front-endlə özünü bir növ limitləyəndə sənə biraz qəribə baxırlar ki, yəni sən injinersən də, əgər injinersənsə, bu toollar çox da bir əhəmiyyət kəsb eləmir. Sən task verin bunu işlə. Yəni məsələn mənə bu problemi həll eləsən software engineer olaraq. Sən back-enddə nəsə başqa bir şeylə 30% back-end ilə 70% front ilə fərq eləmir. Mənim gördüyüm məsələn Epon və Accenture kimi şirkətlər xüsusilə son vaxtlar ona fikir verir ki, məsələn mən Accenture-da da full stack gedirdim, amma heç vaxt iki stack-in ikisinə bir yerdə istifadə etməmişəm. Məsələn, birinci proyektdə full stack idim, amma frontda işləyirdim, React yazırdım. İkinci proyektdə Node.js-də işləyirdim, full stack idim, amma Node.js-də işləyirdim, çünki hər girdiyin proyektdə hər ikisi stack olacaq deyə bir şey yoxdur. Eləsə o Node.js olurdu, eləsə o React olurdu. Yəni hər ikisinə hakimsən deyə sənin proyekt tapma ehtimalın daha yüksək olur, ona görə o da bu şirkətlərə sərf edir. Bəs bu AI-ın bu sürətlə inkişafı səni narahat edirmi? Bu LinkedIn-də olsun, digər platformalarda olsun, insanlar bir təşvişə düşüb, ay işimiz əlimizdən getdi. Onlar düşünürəm ki, junior adamların təşvişə düşülməyi biraz başa düşüləndi, çünki normal olaraq adamlar zaten iş tapmaq çətin idi Azərbaycanda. Daha da çətin. İndi də AI biraz vibe yaradıb, bir developerin işin bir nəfərin üstünə qoyurlar. Məsələn, midsənsə deyirlər biraz da AI istifadə elə, başqa juniora ehtiyac yoxdur falan. Bu məntiqlə girəndə düzdür, onlar stresə düşməyi başa düşürəm. Amma ümumi olaraq düşünürəm ki, müəyyən bir levelə gəlib çatmısansa, yəni AI sadəcə tooldur. Bir bloker deyil də sənin üçün. Mən özümdə belə bir fikir formalaşmışam. Bilmirəm nə dərəcədə doğrudur, sənlə də bölüşüm. Düşünürəm ki, əvvəllər öyrənmək çətin idi. Çünki AI toolları və digər şeylər yoxdur. Amma iş tapmaq biraz bilmirəm, mənə elə gəlir ki, daha asan idi. Çünki proqramçı sayı da az idi, iş daha çox idi. O dediyim bundan əvvəlki sözlərdə də Azərbaycandan vəsəm təbii ki. Amma indi öyrənmək daha asandır, intervyu hazırlaşmaq daha asandır. Amma iş tapmaq mənə görə daha çətinləşib. Sən nə düşünürsən bu arada? Əsas səbəblərindən biri düşünürəm intervyu stepləri çox mənasız şəkildə artıb.
ən primitiv şirkətə belə girsən, Vallahi. rekruter intervyusundan qabaq sənə task göndərir. Rekruter intervyusuna gedib çatmırsan. Hələ mən bəlkə rekruterlə danışdım, xoşumuza gəlmədi bir-birimizə. Ondan qabaq sənə bir task göndərdilər. Bu taskı eləsən, bəzən hələ review eləmək üçün kimisə pull request-ni falan göndərdilər. Bunu eləyəndən sonra səni çağırır rekruter intervyuya. Oradan sonra bir dənə texnikdən sonra nə bilim bir dənə diaqramla bağlı şeylər olur. Bəzən deyirlər ki, lövhədə ala yaz ki, falan şey nədir, falan şey necə qurarsan falan filan. Belə çox əlaqəsiz steplər artıb deyə düşünürəm. Və budur sırf iş tapma prosesini düşünüb çətinləşdirən şeylərdən biri. Sənin intervyuda olduğun proseslərdə live kod var idi yoxsa? Var idi. EPAM-da xüsusilə var idi. Bu LeetCode və ya HackerRank? HackerRank üzərindən idi. Neçə sual? HackerRank üzərindən idi deyəndə də oradakı məsələlərdən idi, amma sırf HackerRank platformasında deyildi. Təhsil və inkişaf üçün Latviya hökuməti hər hansı bir insanlara dəstəyi varmı yoxsa necə? Çox xırdalığını deyə bilməyəcəm açıq, amma onu deyə bilərəm ki, məsələn son vaxtlarda rastlaşdığım nədir? Tələbə olurlar xaricdən gələn bir tələbəsənsə, məsələn Azərbaycandan Riqaya köçmüş bir tələbəsənsə, oxuyursansa, institutu bitirməyənə qədər oturumunu iş oturumuna dəyişə bilmirsən. Universiteti bitirməlisən, ondan sonra işə girməlisən. Orada part-time. Amma əvvəl o yox idi məsələ. Part-time işlər necə orada var məsələn? Part-time işlər var, çoxdur. Hətta mən deyirəm Riqada part-time işlər çoxdur. Bir tələbəsənsə çox fərqli işlər tapa bilərsən. Bəs Azərbaycana geri qayıtmaq istəyirsən yoxsa hal-hazırda orada çalışmaq daha səni bezdirir? Yaxşı sualdır. Stressdən uzaq olduğuna görə yaxşıdır. Və biraz ictimai qınaq məsələləri falan heç kimin həyatına qarışmır. Yəni mənim həyatıma zətən Azərbaycanda qarışan yoxdur, o mənə də yox. Amma ümumi olaraq kənardan gördüyüm mənzərə odur ki, heç kimin həyatına qarışmır. Amma həyatını necə istəyir yaşaya bilər. Bu tərəfdən düşünürəm ki, Avropada qalmaq bir müddət düşünürəm. Gələcəyə bilmirəm, daim oturmalandan sonra ola bilər ki, daha isti bir ölkələrə gedərəm, Portuqaliya, İspaniya kimi. Amma bu dəqiqə ən azından burada 5 il doldu, daim oturmalmaq istəyirəm ki, qaldığım illər heyf olmasın. Bəs relocated etmək istəyən Azərbaycandakı mühəndislərə ən səmimi hansı steplər demək istəyərdin? Edin, mən etdim, səhv etdim, bunu etməyin, nələr deyərdin? Elə bilməm. Birinci məsələ ingilis dilidir. Aha. Elə burada bir bunu saxlayım, bir dənə sənə sual verim. Bu ingilis sən dedin ki, mən daxil oldum, rahatca daxil oldum, danışdım, steplər keçdim. Burada plus orada arxitektura falan məsələləri var idi o intervyuda. Təbii ki, burada da ingilis sən onu başa düşməlisən, izah etməlisən. Və sən dedin zəif idim, sonra üzərində düşdün 5-6 ay. 5-6 ay sən kursa mı getdin, necə elədin? Oradan danış sonra bu qayda. Ən maraqlı hissəsi məncə bu olacaq. Deməli mən necə birinci remote işimi tapdım. Əsas challenge orada. Remote iş tapandan sonra relocation tapma nisbətən rahat olur. Çünki artıq bir qlobal şirkətdə təcrübən olmuş olur. Korporativ mühiti başa düşmüş olursan və işə girmə proseslərini falan azdan çoxdan bilirsən. Ən çətin proses nədir? Birinci remote iş tapmaq. Xüsusilə Azərbaycandan tapmaq və burada məndə problem nə idi? Şimdi baxırdım ki, Azərbaycanda işlədiyim yerdə tutalım. Mən alıram 1500-2000 manat. Bunun 3x, 4x mən çox rahatlıqla görürəm xarici vakansiyalar verirlər. Tələb olaraq nədir? Eyni tələblərdə işlətdiyim şeyləri də ingilis dili istəyir. Ən böyük motivasiyam bu idi mənim ingilis dili öyrənməkdən. Baxıram ki, məsələn 2000 işləyib, bu adam sənə verir 6000 misal üçün, deyəm Azərbaycan pulunu. Və istədiyi bir dənə orada gördüyüm əsas fərq ingilis dildə, yəni yerdə qalan parametrlərə baxıram ki, bilirəm hamısını. Və bu məni ən çox trigger eləyən şeydir və motivasiya eləyən şeydir ki, okey də bir dənə bu ingilis dili bunu öyrənsəm, məsələn, maaşım 3x qalxacaq, 2x qalxacaq. Bu motivasiya ilə başladım. Getdim bir ingilis kursuna getmədən doğrusu fərdi olaraq bir IELTS müəllimi olmuş dostumun bir nəfər. Həmin o müəllimlə davam elədim. 5 ay, 6 ay kursa getdim. Biraz daha çox həmişə çalışırdım, fokuslandım danışıq tərəfə. Amma qrammatikanı bilməsən danışmaq biraz alınan iş deyil. Orada 5-6 ay gedəndən sonra nə etdim? Kursu 4-cü ya 5-ci ayında başladım. LinkedIn-dən kim yazırdısa, deyirdim problem yox, girək intervyuya. Nə olur olsun girək intervyuya. Ən misalda discussion olacaq mənim üçün, bir dənə conversation olacaq. Hansı ki, onun normalda pulla girib girəm o conversation. Ən azından bu olacaq və rekruter intervyusuna verilən sualları ən azından başa düşmüş olacağam. İlk stepi bu idi. Və bu məntiqlə bir ay yarım içində bir 40-a yaxın intervyuya girdim. TV girdim dediyim nə idi? Conversation eləmişsən. Tam mindsetim oydu.
Açıq deyirəm, tam mindsetim o idi ki, ingilis dilində Axırı conversation olsun. Bir dəfə, 2 dəfə, 3 dəfə, 5-dən sonra adam rahat olur da. İstər-istəməz həm həyecanın gedir, həm rekruterin verəcəyi suallara hazırlaşa bilirsən, artıq bilirsən ki, sən nələr Bu soruşursan. 2020-ci illərdir, 22-nin əvvəlləri. 22-nin əvvəlləri, hə. 22-nin əvvəlləri ən çox vakansiyanın olduğu Mən o vaxtlar idi. deyildim ona görə. Çox o cəhətdən bəxtim gətirmişdi. LinkedIn kim yazırdı, bir də Cinnidən. Kim yazırdı, deyirəm ki, problem yox, girək intervyuya. Maaş deyir, məsəl üçün 3000 istəmişəm, məsəl deyir 2000 verəm, deyir, problem yoxdur, girək. Onsuz da bilirəm ki, məsələn ilk mərhələdən keçə bilməyəcəm, ilk başlarda. Demək ən azından conversation olar. Yəni sözümün canı odur ki, qorxmamaq lazımdır. Və çoxlu intervyuya girmək lazımdır. Kəsilməkdən qorxdunsa, sən yüksək maaş gözləmə. Mindsetim budur. Burada bir şey başa düşmədim. Sən ingilis dili öyrənərkən qrammatika və danışığa mı tam fokuslandın? Çünki sənin belə başa düşürəm ki, bir məqsədin var və məqsəddə sən 6 ayda çatmısan, ingilis dilini orta səviyyəyə gətirmisən. Bu 6 ayda sən yəni əslində hamının bildiyi filmlərə mi baxdın, nə bilim, nə etdin tam olaraq? Bunu tam başa düşmədim. Əsas görməli olduğum işlərdən biri nə idi? O vaxt mən qrammatikanı azdan çoxdan bilirdim. Müəllimə demişdim ki, mənə zəhmət olmasa şey öyrət əsasən. Danışıq öyrət. O danışığı öyrətdi, qoydum biraz bunun üzərinə. Daha sonra ingiliscə çoxlu kitablar oxuyurdum. Kitab oxuyurdum, var kitab deyil, nağıl kitabları. Balaca hansı ki, əsərlərdir, sadəcə balaca. Onlar mənə çox kömək eləyirdi. Daha sonra Netflix-ə baxırdım, YouTube-da Bob Canadian var. Təzə başlayanlar üçün ən qəşəng kanallardan biridir. Kanadalı bir dayıdır, həqiqətən dayıdır. Və çox qəşəng videolar izah edir. Məsələn, restorana necə danışmalısan, intervyudan necə danışmalısan. Hər mövzunu topik sənə izah edir, xırda. Və onları düşünürəm ki, mən ən çox kömək edən şey oldu. Belə xüsusi bir metodum yoxdur, belə var bir şey. Sənin Udemy kursunda var. Udemy kursunu çəkməkdə məqsəd nə idi? Okay, yaxşı sualdır. İlk öncə YouTube-a niyə başladım onu deyim, çünki YouTube-dan sonra gəldi o. Mən ümumiyyətlə bir mövzunu çox dərin öyrənirdim bir ara. Çox belə beynimə qoymuşdum ki, bir mövzunu öyrəndim, çox dərinliyə kimi öyrənim. Sonra baxdım ki, dərinliyə kimi öyrənirəm və öyrəndiyim şey sonra mənim özümdə qalır və bir müddətdən sonra onun yarısını demək olar ki, yaddan çıxardım. Dedim, bunu elə eləyim ki, həm digərlərinə faydalı olsun ki, mən məsələn 5 gün öyrəndiyim şeyi bunlar bir gün öyrənə bilsinlər digərləri və əlavə olaraq da özüm geri qaydanda onu təzədən videoma baxıb başa düşə bilirəm ki, hə, okey, mən o vaxt belə bir şey demişdim. Üstündən 2 il keçib. Mən yeni nələr öyrənmişəm və köhnə nələr bilirdim. Onları bir növ müqayisə etmək üçün özümə bir növ dokumentasiya kimi bir şeydir. Dərindən öyrəndiyim mövzuları çalışırdım ki, ən belə çaşdırıcı mövzularda videolar çəkim ki, insanların sualları da qalmasın mövzularda. İntervyu sualları hazırlayırdın, İntervyu sualları hazırlayırdım. Podkastda təzə çəkməyə başlamışam. Əsasən elədiyim nə idi? JavaScript-in advanced mövzuları haqqında videolar çəkirdim. Məsələn, çox primitiv mövzulardır, amma hamının ilişdiyi mövzudur. Məsələn, this keyword-ü JavaScript-də çox çaşdırıcı bir mövzudur. Və yeni başlayandan bilirəm ki, 90% bu da ilişir. Sən də ona bu növ videolar çəkirdim və bir yerdən sonra baxdım ki, maraq var, sağ olsunlar. Sevirlər, maraq göstərdilər. Ondan sonra dedim ki, onu biraz da belə konseptləşdirim, strukturlaşdırım, Udemy kursu alınasa. Amma ümumi olaraq bütün dünyada belədir. Bizdə daha çox mən bu istəyirəm. Bu tip maarifləndirici kanallara dəstək tam da olmur. Yəni hamı baxmır. Məsələn, ətrafımda olur, yəni daha bilikli developerlar nə edirəm, məsələn, baxıram. Başdan sağla işləyirlər, nə podkast dinləyirlər, nə hər hansı bu tip kanallara baxırlar, nə dəstək verirlər. Yəni sən bunu hiss etmirsən yoxsa necə? Çox sevmişəm, amma eləyə biləcəyimiz bir şey yoxdur. Amma motivasiyadan düşmək lazım deyil. Yox, mən onu elədiyimdə zaten birinci məqsədim özüm üçün edirəm onu. Mən də bəzən deyirlər, nə bilim, filan qədər baxış oldu videoya və s. Mən deyirəm zaten bunu. Mən sənlə təbii ki, dəvətimi qəbul etsən, oturub hardasa kofe içərdik, söhbət edərdik. Bu eyni sualları sənə onsuz da verəcəydim. Bu sualları özüm hazırlayıram, sırf özümə maraqlı olanlar, doğrudur. Və mən istəyirəm ki, bu sualları insanlar da dinləsin, insanlar da maraqlı qalsın və əsasən bu xarici ölkələrlə bağlı suallar ki var, insanların bu səmimi fikirləri, məsələn, sənin kimi insanların səmimi fikirləri çox yola işıq tutur. Yəni qarşıma məsələn mənim də ağlımda bu Avropa məsələləri var, ağlımda bir çoxunu cavabladım. Çox sağ ol. Belə. Həqiqətən elədir. Dediyim məsələlərdə bir nüans nədir? Çox fikir verdiyim developerlər ümumiyyətlə visible olmağı xoşlamırlar. Visible olmaq dediyim nədir? Məsələn, şirkətin özündə belə bu kimi şeylərlə mən deyirəm promotion demək olar. Hətta Accenture-də bu kimi contribution-lar şirkətə eləmək daha dəyərlidir. Nə sən gördün orada gördüyün sadəcə iş başına aşağı salıb gördüyün iş. Məsələn, və promotion vaxtı ona fikir verirlər. Məsələn, Accenture-də promotion vaxtı sənin contribution point-lərinə baxırlar ki, işdən əlavə şirkətə nə qatmısan, nə dəyər qatmısan.
Məsələn, orada rol oynayır. Məsələn, adi bu şeyləri mən düşünürəm ki, hər developer normal olaraq istəməyə bilər, o başqa məsələ, amma eləmək istəyib, amma çəkinib eləməyənləri düşünürəm ki, necəsə gətirmək lazımdır bu sahəyə. O bilirsən, bəzi şeylər var ki, mən yəni onu artıq 1-2 ildə özümdə ağlıma nəsə gəlir, mən bunu baxıram, içdən etmək istəyirəmsə, fərqi yoxdur, nə olur, ən sadə bir şey, ən içdən etmək istəyirəmsə, bunu deyirəm ki, edəcəm. Səbəb nədir? Bunu mən etməsəm, ya bu hər hansı bir ideya olsa, bir başqası edəcək və mən baxacağam, ayda mən bunu düşünmüşdüm, ya mən də edə bilərdim və edəcəkdim. Yəni bunu mən eləyim, səhv ya da düz, yəni edim. Amma Udemy-dən danışmadıq. Udemy məsələsi. Udemy qəşəng bir kurs çəkmisən və yəni mən LinkedIn-də də izləyirəm ki, insanların xoşuna gəlir bu kurs. Necə oldu, çəkiliş prosesi necə oldu? Plus mən də bir ara Udemy kurs çəkmək istəyirdim. Orada mən bilirəm ki, oradan sənə çox az pul qalır. Yəni inan ki, Avropada xərcləməyi düşünsən, vəbşə heç nə qalmır yəni. $2, $3 qala qalmaya. Çünki mən onların full qaydasını oxumuşam. Yəni düşün ki, sadə bir şey deyim. Sənin kursunu, Udemy kursunu Udemy-nin reklamı ilə alırsa kimsə 90 ya 95% Udemy-yə gedir. Eynən. Deyirsən mən reklam vermişəm, mən satıram. Yəni $10 alsalar onun 90 senti zədə gəlib satır. Çox belə absurd bir rəqəmlərdir. Və bəzən elə düşünürlər ki, sənin seçdiyin Udemy kursu həqiqətən sənə çox pul qazandırır və pul üçün çəkirsən onu. İnan Azərbaycanda sırf pul üçün kimsə Udemy-yə başlamazsa bir mənalı şəkildə başlamaz. 100%. Heç başlamasına. Yəni mən bir dənə JavaScript kursunu çəkməyə 6 ildən çox vaxt sərf eləmişəm və intensiv olaraq sərf eləmişəm. Amma videonu çəkmək başqa. Adi videodakı o elədiyin, nə bilim, durayandığın, nəfəs aldığın, udqunduğun yerlərin hamısını tək-tək kəsmişəm. Çünki baxan adamları ürəyinə xoş olsun, yəni bezməsinlər ki, bu adam niyə bir dəqiqədən biri belə məsələn ora baxdı, bura baxdı, ya çox pauza verdi və s. İnsanlar rahat olsun deyə eləyirsən, amma məndə də oldu. Mən başladım çəkməyə, təxminən bir 2 il bundan əvvəl başladım çəkməyə. Hər şey aldım, kamera aldım, onu aldım, bunu aldım. İnansan 3 video çəkdim. Çox sadə, amma yəni bir növdə intervyu tipli çəkməyə çalışdım. Məsələn, məsələn o 2 bərabərlik, 3 bərabərlik detalına kimi izah etməyə çalışırdım. Sonra bir neçə belə savadına əmin olduğum insanlara göstərdim. Dedim, Mustafa, yəni superdə. Plus çalışırdım qısa-qısa saxlayım. Hər şeyi alam. Prosta gəldim, baxdım, baxmışdım. Sonra bir dəfə də oxudum, hesabladım, böldüm, çıxdım. Dedim, buradan mən işləyəm. Dedim, heç nə davam eləyim də, problem deyil. Amma ki, davam eləyə bilmədim. Çünki niyə? O sənin dediyin, o başlayırsan, nəyisə yaddan çıxardırsan, başlayırsan o montaj eləməyə, digər işlərində qalıb, şəxsi həyatında qalıb, o artıq bura. Ona görə də mən yəni Udemy-yə, Azərbaycandan kurs buraxan insanlara həqiqətən də halal deyirəm. Yəni, mən həmişə məsləhət görürəm, əgər pul üçün eləyirsənsə eləmə, bir mənalı şəkildə eləmə, get ingilisini öyrən, ingilisini çək, çox daha yaxşı qazanarsan. Bir də görmüşəm mən yeni başlayanlarda olsun, mənim özümdə də şəxsən olub. Məsələn, nə isə öyrənmək istəyirəm, tutaq ki, qonu öyrənmək istəyirəm məsələn. Mən türkcə ya da ingiliscə baxmadan çox öz doğma dilimdə baxmaq mənə daha rahat, daha şey gəlir, daha belə rahat gəlir. Biz indi podkastımızın quick question hissəsinə gəlmişik, suallar hissəsinə gəlmişik. Sənə suallar verəcəm və suallardan sadəcə seçəcəksən. Keçmək istəsən pas eləyə bilərsən, amma çox pas etmə. Başladıq. Remote yoxsa ofis? Remote. Bakı yoxsa Riga? Riga. Böyük şəhər yoxsa sakit şəhər? Sakit şəhər. Çay yoxsa qəhvə? Çay. Spontan plan yoxsa planlı həyat? Spontan. Azərbaycanda qalmaq yoxsa relokasiya? Relocation. Sabitlik yoxsa risk? Risk. İntizam yoxsa motivasiya? İntizam. Sakitlik yoxsa dinamika? Dinamika. Moralı Rigada yaşarsan dinamika istəyirsən. Ya ilə yazılan kod yoxsa öz kodun? Məncə öz kodun. Yerimi heç nə vermir. Cloud'un gözü yaşdı. Mac yoxsa Windows? Mac. Net olar. Danışmaq yoxsa dinləmək? Dinləmək. Səyahət yoxsa evdə qalmaq? Səyahət. Texnologiya yoxsa incəsənət? Texnologiya. Kitab oxumaq yoxsa film izləmək? Film izləmək, çünki elədiyim odur. Dəyişmək yoxsa qəbul etmək? Baxır, nəyi dəyişsən, nəyi qəbul edirsən. Amma məncə dəyişmək daha yaxşı olur. Yaratmaq yoxsa kəşf etmək? Çox şey yaranıb, məncə kəşf etmək.
Qəşəng. Optimist yoxsa realist? Realist. Все. Maraqlı suallar və maraqlı cavablar. Hamısı tək-tək paylaşasan deyirlər. Yoxsa sən seçib paylaşasan? Yo, hamısı paylaşıram. Və səndən son bir-iki şey də istəyirik ki, bizə oxuduğun maraqlı film, daha doğrusu kitab və baxdığın film tövsiyələrini edərdin. Ən son baxdığım film Black Mirror-dur. Çox maraqlı səhnələri var. Düz bəzi bölümləri sevmirəm. Amma ümumi götürəndə çox yaxşı bölümlər var. Xüsusilə axırıncı 2 sezonda, 6 və 7-ci sezonlarda. Səhvimsə 6 və 7-dir. Kitab olaraq JavaScript-dən çox sevdiyim kitablardan biri Eloquent JavaScript-dir. Onu demək olar ki, hər 2 ildən bir oxuyuram və yeni şey öyrənirəm hər dəfə kitab oxuyanda. Yəni hər leveldə düşünürəm bütün kitablar elədir. Hər leveldə oxuyanda kitabdan tamam fərqli bir məna çıxardırsan. Məsələn, junior olanda kitab oxuyursan, daha çox da xırda şeylərə fikir verirsən. Level artdıqca o da tamam başqa bir məna görməyə çalışırsan. Tək Eloquent JavaScript deyil, başqa kitablar da təbii ki, amma istənilən kitab oxuyanda adam düşünürəm hər leveldə tamam fərqli məna çıxardır. Ona görə bir kitabı təkrar oxumaq məncə yaxşı. Ümumi olaraq sənin son fikirlərini almaq istəyirik. Yeni başlayan insanlara və ya bəzən olur ki, yəqin səndən də bu mesajlar gələ bilər və ya görə bilərsən ətrafında. Azərbaycanda çox güclü developerlar bir müddətdən sonra inkişaf eləmir, qalır bir yerində, maaş, yəni şirkət deyir ki, maaşı bu qədər verirəm də, bundan yuxarı yoxdur. Sən onlara nə tövsiyə görərsən? Relokasiya etsinlərmi və ya remote iş tapsınlarmı? Və ya məsələn də yaşı tutaq ki 30-dan yuxarısa, yox qardaş, məncə gəlməsəz daha yaxşı olar. Ümumi fikirlərin nədir bu barədə? Relocation subay vaxt eləmək daha yaxşıdır, net olaraq. Çünki orada daha çox relokasiya yox. Eləyə bilər, təbii ki, sadəcə risk almağın daha rahatdır da. İstədiyim vaxt bilirsən ki, tək başımdır, nə istəyəm onu eləyəcəm. Ailə olanda çox çətin risk alır adam istər-istəməz. Mən də 1 ildə ailəliyəm. Və aldığım riskdə də istər-istəməz hiss olunur ki, tək özün deyilsən, artıq bir responsibility var sənin orada. Relocation məsələsini düşünürəm, nə qədər tez gedə bilirlər, o qədər getsələr yaxşıdır, əgər relocation eləmək istəyirlərsə. Amma Azərbaycanda qalıb remote işləmək ən ideal variantdır məndə. Çünki evro alıb manat xərcləmək və ya dollar alıb manat xərcləmək çox sərf edir. Ən azından düşünürəm ki, bir neçə il Azərbaycanda remote işləyib daha özünə yaxşı bir imkan qurub, özünü bir maddi cəhətdən yaxşı bir vəziyyətə gətirəndən sonra kefindən relocation edə bilərsənsə, o başqa məsələ. Ondan sonra eləməyi düşünürəm daha yaxşıdır. Birbaşa relocation edəndə birinci sənin üzərində maddi olaraq pulun varsa, ən azı bir 3000, 4000, 5000 evron varsa üstünə gedə biləcək birinci, ikinci aya yola vermək üçün belə getsən yaxşıdır. Yox, mümkündürsə remote işdə bir müddət həm korporativ qlobal şirkətlər necə işləyirlər onları başa düş. Həm də daha az risklə gedir o. Çox maraqlı. Sadəcə olaraq burada bir şey var ki, sənin o dediyin 3000, 4000 avro yəqin ki, ölkədən ölkəyə dəyişir. Çünki sən təbii ki. Əslində şirkət sənin hətta istəsən birinci ayın əvvəlində də maaşını verə bilər gedəndə. O artıq danışıqdan asılıdır. Ümumiyyətlə relocation vaxtı şirkət sənin bütün xərcini qarşılayır. Azərbaycan sənədləri xərclədiyin pulu, təyyarə biletin, orada ev tapmaq üçün bir növ maklerə verdiyin pulu, oradakı sənədləşmə proseslərin sənin adından gedir, yer götürür miqrasiya ofisində falan filan. Bütün nə xırda detallı, xırda nə xərcin var, hamısını qarşılayırlar. Bəs bir dənə sual soruşum. İndi iş dəyişmək daha rahatdır, remote iş tapmaq yoxsa yəqin ki İndi daha çətindir. Net olaraq indi daha çətindir. Əvvəl daha asan idi. İndi niyə görə çətindir? Bir də Azərbaycanda belə mən Azərbaycan olanda lokasiya biraz daha çətin olur. Mən də tək Azərbaycan deyil, üçüncü dünya ölkələri, Türkiyədə deyilədir. Məsələn, Özbəkistana deyilədir. Bu kimi belə bizim kimi üçüncü dünya ölkələrində düşünürəm ki, nisbətən daha çətindir. Avropada şirkətlər istəyir Avropadan götürsün. Amerika şirkətləri də buna da belə ölkələrdən çox götürmürlər. Məsələn, sən indi Latviyada qalırsan və sən lokasiyanın ora olur deyə sən daha yaxşı müraciət edə bilsən də digər doğrudur. Yəni remote-dan danışıram. Həm o cəhətdən, həm də istəsəniz Avropadasansa, bu dəqiq olduğun lokasiona baxırlar da. Avropadasansa əgər digər Avropa ölkələrindən iş təklifi alma ehtimalın daha yüksəkdir, nəinki Azərbaycanda olanda aldığın təkliflərə nisbətən. Belə çox sağ ol Nəzər, gəldin, suallarıma cavab verdin. Bizə çox şey öyrətdin həqiqətən. Mən uzun müddətdir bu tip ölkələrdəki iş mühiti mənə maraqlı idi və səni də yaxından izləyirəm. İstər Udemy kursu olsun, istər YouTube kanalın olsun, həqiqətən də əziyyətli iş olduğunu bilirəm, amma sən bir dəyər yaradırsan. Buna görə sənə çox təşəkkür edirəm. Mən sənə yazan kimi dedim, əlbəttə olar Mustafa, gəl. Əsas odur faydalı olsun insanlara. Yaxşı ki, sən kimi belə deyək də mühəndislər var.
Çox sağ ol gəldiyinə görə minnətdaram. Əgər son sözün varsa, bizim izləyicilərə deyə bilərsən. Sən çox sağ ol, dəvət elədin, zaman ayırırsan, belə təşkilatçılıq eləyirsən. Yolkamız var. Yolkamız var. Çox sağ ol hər şey üçün. Yeni başlayanlara nə deyə bilərəm? Bir iki dənə fikir bildirim. Yeni başlayanlara məsləhətim odur ki, proqramlaşmanı bir yerdə çalışsın, ingilis dili öyrənsinlər. Heç olmasa basic səviyyədə ingilis dili bilsinlər ki, senior olandan sonra və yaxud middle olandan sonra durub ingilis dili öyrənməyə nə sizin marağınız olmayacaq, nə də vaxtınız olmayacaq. Yəni ona görə ilk başlarda nə qədər ingilislə fokuslansanız, ingilis diliniz nə qədər yaxşı olsa, o qədər yüksək maaşlı işlərə müraciət edə bilərsiniz. O sən Və bir də sözü kəsirəm, bir də connection məsələsi. Connection yoxdursa, yəni elə bil 3 sənə şirkət səni intervyu çağıracaqsa, bir dənə çağıracaq, misal üçün deyirəm. Yəni nə qədər connection çox olsa, sağlam connectiondan söhbət gedir. Yəni prosta follower olaraq orada 20 min var, amma heç biri bir şey yaramır. Yəni o bir mənası yox. Yəni sağlam, yəni həqiqətən bir yerə gəlib çıxmış insanlarla olan connectiondan söhbət gedir ki, münasibət, connection çox vacibdir. Çox sağ ol bir daha dəyərli fikirlərini bölüşdüyün üçün. Biz hal-hazırda bunu çəkirik dekabrın 14-ü 2025-də. Qarşıdan yeni il gəlir. Hər birinizə bol-bol uğur arzu edirəm. İnşallah ki 2026 bizim üçün sülh dolu bir il olar. İnşallah. Çoxlu pul qazanarıq. Çoxlu səyahət edərək. Çoxlu remote işlər taparıq. Çoxlu remote işlər taparıq. Hələlik özünüzə əmanət olun. Təşəkkür edirəm. Sağ olun.